Ne deyir Ayşə anamızdan gəl hədisdə? Bir insanın qəbirdə ən gözəl yoldaşı nədir? Əstəğfurullah zikri. Çünki bağışlanmanla gedirsin. Kimin deyir qiyamət günü deyir, əməl dəftərini görən sevinmək istəyirsə, əməl dəftərini nə ilə doldursun? Əstəğfurullah gəlməsin. Qiyamət günü oxuyanda günahları var, əstəğfurullah var. Günah əstəğfurullah nədir? O örtür. Qiyamət günü insan gələcək ki, dağ boyda günahı, amma dili onu darmadağın deyir. Nə? Zikir. La ilahe illallah. Zikir o günah hamısını öz görəcək insan etdiyi əməllərdir. Amma əməllər, o etdiyi pis əməllər hamısı məhv olub gedir. Nəyə görə? Zikir onlar darmadağın edib deyir. Yəni Allah onların hamısını bağışlayıb. Hətta ən məşhur cadukarlar belə etiraf edirlər. Elə insanlar var ki, deyir ki, ona deyir, cadu eləyə bilmirəm. Bütün cinləri, o tayfasını, murdarları tökür, heç nə eləyə bilmir. Çünki onu koruyan Rəbbi var. Niyə? Zikirlə yaşayır. Daimi zikirlə yaşayır. Daimi zikirlə yaşayır. İnsan niyə gəlib intihar edir? Depressiyaya düşür. Və deyir ki, artıq bu durumdan çıxa bilməyəcəm, xilas ola bilməyəcəm. Şeytan nə deyir? Elə ən yaxşı özünü öldür və salam bitsin. Daha bilmir ki, cəhənnəmə getdi o. Amma o insan ki, daimi zikr edir, daimi zikr edir, daimi zikr edir. O insan rahat, dünya hər şey rahat olur. Ruhusu rahat, hər bir şey rahat. Və o insanın qəlbində elə bir istək olur ki, şövq olur ki, o Allahla görüşəcək günü gözləyir. Subhanallah. Bu dünyadan o köçərkən belə sevinclə köç. Allah dərgahına gedir.